13 yaşında kızın valideyni müracaat etmiştir ki, doktor, uşağın boyu illərlə geridir, amma analizləri normaldır. Analizlərlə heç bir problem aşkar olunmadığı üçün müalicə olunmuyor. Və eləcə də 17 yaşında gənc bir oğlan müraciət etmişdir. Boyu tam normaldır, 173 cm-dir, lakin boy hormonu azdır qanda və bu da onu narahat edir ki, nə səbəbə mənim hormonum azdır, bəlkə bir qədər də uzanma şansım olar. Biz dəfələrlə dönə-dönə qeyd edirik ki, endokrinologiyanın qızıl bir qaydası var. Hər bir halda kliniki dəyərlər, kliniki göstəricilər analizlərdən daha önəmlidir. Analizlər dəstək xarakteri daşıyır. Və bundan da əlavə, qan analizləri boy baxımından çox da informativ deyil. Yəni, boy geriliklərinin böyük əksəriyyəti idiopatik olur. Səbəbi bəlli olmayan boy gerilikləri olur. Əslində səbəb bəllidir, amma daha dərin incələmələr tələb edir deyə bu da ehtiyac olmur bunları etməyə. Hər bir halda səbəbdən asılı olmayaraq boy geriliyi varsa müalicə olunmalıdır. Analizlərə baxıb hər şey normaldır, müalicə etmək demək doğru deyil. Eləcə də boy hormonunu, bu da qeyd etmişik ki, boy hormonunu qanda yoxlamağın heç bir əhəmiyyəti yoxdur. O yüksək də ola bilər, az da ola bilər. Bu da hormonal statusu dəyərləndirmək üçün informativ deyil.